20 yanvar faciəsinin 36-cı il dönümündə Xarici İşlər Nazirliyinin kollektivi olaraq bu günləri Şəhidlər Xiyabanına gələrək bizim şəhidlərimizin əziz xatirəsini yad etdik. Və təbii ki, bu tarixə nəzər saldıqda və Şəhidlər Xiyabanında olduqda həm 20 yanvar faciəsinin eyni zamanda Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi, bütün bu müddət ərzində Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi, Azərbaycanın müstəqilliyi uğrunda çoxsaylı verdiyimiz qurbanlar, şəhidlərimizin hamısının əziz xatirələrini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin.